Ötən gün piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələri zamanı 3 nəfərin həyatını itirməsi yol hərəkəti təhlükəsizliyinin tənzimlənməsi məsələsini bir daha gündəmə gətirdi. Yağıntılı, dumanlı hava şəraitinin yollarda görmə məsafəsini azaltması ilə bağlı əhaliyə edilən xəbərdarlıq belə qəzanın baş verməməsi üçün yetərli olmadı. Aparılan araşdırmalar göstərir ki, bu cür hadisələrin baş verməsində piyadaların hava şəraitini düzgün qiymətləndirməməsi, yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəfil şəkildə yolun hərəkət hissəsinə çıxması və piyada keçidlərinə laqeyd yanaşması əsas amillərdəndir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək bildirir ki, yol hərəkəti təhlükəsizliyi hər kəsin şəxsi məsuliyyətidir. Hər bir piyada öz həyatının və sağlamlığının qorunmasına ciddi yanaşmalı, yol hərəkəti qaydalarına əməl etməli və xüsusilə əlverişsiz hava şəraitində daha diqqətli və ehtiyatlı davranmalıdır. Bəs görəsən, piyadalar yaşanan hadisələrdən necə nəticə çıxarır? Bir çox hallarda piyadalar yolu qeyri-müəyyən nöqtələrdən keçirlər. Bu, həm sürücülər, həm də piyadalar üçün yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır. Amma onlar bunu müxtəlif səbəblərlə izah etməyə çalışırlar. Yer üstü keçid olsa lap yaxşı olaraq qızım. Mən əməliyyat olmuşam, ona görə orayla çıxıb düşə bilmirəm, ona görə. Yoxsa əsərinə qalsa düzgün deyil bu yolu keçmək. Təhlükəlidir. Burada piyada keçisi olsa çox yaxşı olar. Mən də müəlliməyəm. Bütün şagirdlər də buradan keçir. Əlimizdə klok, yeraltı keçiddə oradan metrodan biraz çox uzaq düşdüyü üçün ona görə biz buradan bu yoldan istifadə edirik ki, çox uzaq düşməsin. Vəziyyət isə daha çox sürücüləri narahat edir. Çünki piyada ehtiyatsızlığı həm də onlar üçün ciddi problemlər yaradır. Bu yol sürücü və piyadalar üçün təhlükəli yol hesab olunur. Burada məlum məsələdir ki, eyni səviyyəli piyada keçidi olmalıdır, amma yoxdur deyənə piyadalar da öz həyatlarını təhlükəyə atmamalıdır məncə. Və mən bu yolda mütəmadi olaraq istifadə edirəm və hər gün demək olar ki, mən təhlükə ilə rastlaşıram bu yolda. 2 metr sağında peşəxod var, amma yolun hardan gəldi keçirlər, çox təhlükə yaradırlar. Saxlayıb deyəndə ki, ay xanım, ay bəy, zəhmət olmasa peşəxoddan keç, acı da cavab verirlər. Piyadalar piyada keçidindən çox vaxt istifadə eləmirlər, sürücülərə maneə yaradırlar. Dəfələrlə mənim özümə qarşı olub elə bir şeylər. Mütəxəssislər də piyada keçidi olan yerlərdə keçiddən istifadəni zəruri sayırlar. Çünki yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında sürücülər qədər piyadalar da məsuliyyət daşıyır. Onların fikrincə, gecə saatlarında görmə məsafəsi azaldığı üçün tünd rəngli geyimlə yol keçən piyadanı görməyi çətinləşir. Bu isə bir çox hallarda qəza riskini artırır. Bizim qaydalarda konkret tələblər var. Məsələn, piyadadan tələb edir ki, sən yaxınlaşmaqda olan nəqliyyat vasitəsi varmı, ona nəzarət elə. Həmin nəqliyyat vasitəsi hansı məsafədədir və hansı sürətlə yaxınlaşır və bu vəziyyətdə keçidi təhlükəsiz keçə biləcəksənsə keç. Yolda kifayət qədər diqqətli olmaq, qoyulan qaydalara əməl etmək piyadaların özləri qədər sürücüləri də məsuliyyətdən azad edir. Həm qanun qarşısında, həm də vicdan. Şamilə Şamil qızı, Mirəziz Mirəloğlu, ASTV Xəbər.